Gülüstan sülh müqaviləsi, faciəmizdən keçən 200 il. ...1813-cü il. Birinci faciəmiz Gülüstan müqaviləsi. Azərbaycan xalqı və torpaqlarını iki yerə bölən Gülüstan müqaviləsinin 200-cü il dönümü tamam oldu. Rusiya imperiyası ilə Qacar İranı arasında Qarabağın Gülüstan kəndində Azərbaycanın bölünməsinə, parçalanmasına yol açan 11 bəndlik sülh anlaşması imzalanıb. Tarixə Gülüstan sülh müqaviləsi adı altında düşən bu anlaşmaya əsasən Quzey Azərbaycan xanlıqları Rusiyanın işğalı altına keçib. Güney Azərbaycan xanlıqları isə Qacar dövlətinin tərkibində qalıb. Bununla da həmin gün baş verənlər Azərbaycan xalqının faciələrlə dolu 200 illik gələcək tarixinin başlanğıcı oldu. Müqavilədə əsas məqamlardan biri də ermənilərin başda İrəvan və Qarabağ xanlıqları torpaqları olmaq üzrə Quzey Azərbaycan torpaqlarına köçürülməsi ilə əlaqədar idi. Müqaviləyə görə Qacar dövləti Azərbaycan torpaqlarına köçmək istəyən ermənilərə nəinki maneçilik törətməməli, əksinə onlara kömək etməli idi. Müqaviləyə əsasən ermənilərin mal və mülklərini satmağa da Qacar hökuməti yardım göstərməli idi. 1814-cü ildən ermənilərin Gəncə, Bakı və Qarabağa sərbəst şəkildə məskunlaşmaları başladı. İşğal etdiyi ərazilərdə müstəmləkə siyasətini həyata keçirmək üçün Rusların istifadə etdiyi başlıca siyasətlərdən biri digər xalqların regiona köçürülərək Azərbaycanlara məxsus torpaqlara yerləşdirilməsi idi. Yerləşdirmədə üstünlük ermənilərə verildi. Bu da səbəbsiz deyildi. Dövlətləri olmadığından şərqdə daim başqa dövlətlərin hakimiyyəti altında yaşayan, region xalqların psixologiyasını, dillərini yaxşı bilən, adət-ənənələrinə dərindən bələd olan, şəraitə daha tez uyğunlaşan ermənilər bu sahədə digərindən daha uyğun idilər. Tsarizmin regiona gəlməsi ilə o zamana qədər heç bir zaman olmayan erməni məsələsi də meydana çıxdı. Azərbaycanın əraziləri 410.000 kvadrat kilometr idi. Siz bilirsiniz, bu rəqəmi təsəvvür edin və bugün dünyada dövlətlərin xəritələrinə baxın, onların ərazilərinə baxın. Bu zaman görərsiniz ki, 410.000 kvadrat kilometr ərazi nə deməkdir? Məhz Azərbaycanın ərazisi idi bu 410.000 kvadrat kilometr ərazi. Bu ərazimizi, yəni vətənimizi, Azərbaycanı Rusiya və İran imperiyaları arasında iki yerə parçaladılar ki, bilirsiniz ki, onun 130.000 kvadrat kilometri Rusiya imperiyasında, 280.000 kvadrat kilometri isə İran imperiyasının tərkibində qaldı. Ermənilərin Osmanlı və İran ərazilərindən köçürülərək Cənubi Qafqaza yerləşdirilməsi məsələləri ilə məşğul olan xüsusi komissiya yaradıldı. Köçürülmə nəticəsində Qarabağ əyalətində 1828-1829-cu illərdə ermənilərin sayı 18.000, 1843-cü ildə isə 34.606 nəfərə çatdı. Köçürülmə məsələləri ilə məşğul olan Çar məmuru Şavrov bununla bağlı olaraq
yazırdı ki, 1828-1830-cu illərdə Cənubi Qafqaza 40.000 İran və 84.000 Türkiyə ermənisi erməni əhalisinin yox dərəcəsində olduğu Yelizavetpol və İrəvan quberniyalarında ən yaxşı münbit torpaqlarda, o cümlədən Yelizavetpol quberniyasının dağlıq hissəsi sayılan indiki Dağlıq Qarabağ və Göyçə gölünün sahillərində məskunlaşdırıldılar. Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri də o dövrdə vahid bir dövlətin olmaması idi. Xanlıqlar arasında gedən daimi çəkişmələr, müharibələr onların xarici qüvvələr qarşısında müqavimətini olduqca zəiflədirdi. Müqavilədən əvvəl Azərbaycan xanları Quba xanı Fətəli xan, Şəki xanı Çələbi xan, Urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Panahəli xan və başqaları ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün cəhdlər etsələr də bir nəticə nail olunmadı. Beləliklə 12 oktyabr 1813-cü il xalqımızın tarixində, yaşamında ən faciəli gündür. Azərbaycan xalqı bu faciədən ibrət dərsi götürməli, tarix boyu bunu unutmamalıdır. Bunu bizim gələcəyimiz, milli varlığımızı qoruyub saxlaya bilməyimiz və ümummilli mənafeyimiz tələb edir. Necə deyərlər, keçmişini bilməyən gələcəyini də qədrini bilməz. Biz say baxımından heç də az bir millət deyilik. Ancaq belə çıxır ki, ata və babalarımız tarix boyu vətənə olan milli və mənəvi borclarını tam olaraq ödəyə bilməyiblər və ya buna tarixi şərait imkan verməyib ki, bugün bizlər 21-ci yüzillikdə olmağımıza baxmayaraq, hələ də ən təməl haqqımız olan ana dilimiz üçün mücadilə vermək zorundayıq və yaxud Azərbaycanın 25% torpağı hələ də erməni işğalı tapdağındadır. Biz bugün nə etməliyik ki, sabahki nəslimiz hürr və firavan yaşasın, öz təməl haqları uğrunda mücadilə vermək zorunda qalmasın. Əksinə, sivil dünya ilə ayaqlaşıb bu inkişafa qoşula bilsin. Bunun üçün bizlərə bir çox görevlər düşür. Amma ən önəmlisi budur ki, öz tariximizi biz özümüz yenidən yazmalıyıq. Başqalarına icazə verməyək ki, kimlərsə bunu bizim əvəzimizdən edə bilsin. Mən hesab eləmirəm ki, belə bir Azərbaycanlı var ki, o içərisində Gülüstan-Türkmənçay müqaviləsi ilə razılaşır. Mən hesab edirəm ki, heç bir Azərbaycanlı bu müqavilələri qəbul eləmir. Çünki bu bizim millətimizin müqəddaratını özü müəyyən etməyib. Yəni bu Azərbaycan xalqının seçimi olmayıb, Azərbaycan millətinin seçimi olmayıb. Bunu bizim yerimizə başqaları, millətimizə düşmən olan qüvvələr müəyyənləşdiriblər və bizim xalqımız heç zaman bu müqavilələri qəbul eləməyib. Yəni biz içərimizdə o müqavilələri öldürməliyik. Yəni Gülüstanı da, Türkmənçayı da biz öldürməliyik və biz onu hamımız tanımırıq belə bir müqavilə. İpək yaylığıyla o asta-asta silib eynəyini gözünə taxdı. Əyilib yavaşca masanın üstə bir möhürə baxdı, bir qola baxdı. Kağıza həvəslə o da qol atdı. Dodağı altından gülümsəyərək bir qələm əsirlik hicran yaratdı. Bir xalqı yarıya böldü qılınc tək. Öz sivri ucu ilə bu lələk qələm dəldi sinəsini Azərbaycanın. Başını qaldırdı. Ancaq dəmbədəm kəstilər səsini Azərbaycanın. O güldü kağıza qol çəkən zaman, qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan bir xalqın tarixi faciəsinə. Qoy qalxsın ayağa ruhu Tomrisin, Babəkin qılıncı parlasın yenə. Onlar bu şərtlərə sözünü desin. Zənciri kim vurdu şir biləyinə? Hanı bu ellərin mərd oğulları? Açın dərələri, açın yolları. Bəs hanı bu əsrin öz kör oğlusu? Qılınc kör oğlusu, söz kör oğlusu.